Bu sarı gözəlliyi hazırlamaq çox asandır. Şəkər tozunun üzərinə 1 ədəd limonu rəndəliyirsiniz. Sonra bunu qəşəng qarışdırırsınız. 3 yumurta götürürsünüz. 2 yumurtanın sadəcə sarısını əlavə edib bunları birlikdə qarışdırırsınız. Üzərinə yarım limonu suyunu sıxırsınız. 1 çay qaşığı duz əlavə edirsiniz və üzərinə yağ əlavə edib qoyursunuz qazın üzərinə. O əriyib tam bitdikdən sonra süzgəcdən keçirib üzərini streçləyib qoyursunuz soyumağa. 1 limon qabıqlarını soyursunuz. Üzərinə şəkər tozu əlavə edib qoyursunuz qaynamağa. 1 yumurtanın ağı, şəkər tozu, vanil əlavə edib başlayırsınız mikserlə qarışdırmağa. Ta ki bu gördüyünüz formanı alana kimi. Başda hazırladığımız qarışımın yarısını əlavə edirsiniz. Üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırırsınız. Bayaq hazırladığımız limon qabıqlı şirin suya batırılmış biskvitləri düzürük. Üzərinə krem əlavə edirik. Sonra üzərinə yenidən biskvitləri əlavə edib yenidən krem əlavə edirik. Və bu ən başda hazırladığımız qarışımı üzərinə gəzdiririk. Limonla, nanə ilə, reyhanla və ya heyva gülü ilə bəzək verib qoyursunuz bunu soyuducuya. Bir neçə saat qalması kifayət edir. Çox yüngül, çox ləzzətli, özünə məxsus bir tamı olan şirniyyat əmələ gəlir. Hazırlanması çox asandır. Əgər yadınızdan çıxmanı istəmirsinizsə, seyv edin. Nuş olsun.